Господин Давид, госпожа Иосифа, если ребенок с аутизмом плохо спит по ночам, можно ли давать ребенку лекарства от бессонницы? Можно ли давать? Смотрите, можно все. Вопрос, зачем и чего мы ждем. Aha, vermək olar, amma səbəbi tapmaq lazımdır və sual vermək lazımdır. Niyə, nə üçün? Əgər uşağa dərman veririksə, niyə veririk o dərmanı, nə üçün veririk? Надо понимать, что все лекарства такого типа, они имеют побочные эффекты. Во-первых, они вызывают привыкание. Aha, məsələ burasındadır ki, bu tip dərmanlar əks göstəriş verə bilir və təkrar bu dərmanlardan istifadə edəndə priviçka nədir? Asılılıq. Asılılıq yaradır uşaqda. Öyrəşir uşaq. Вот. Во-вторых, у них есть другие побочные эффекты. И поэтому такие лекарства следует давать, когда нет уже никаких других выходов. Aha, deməli, əgər belə bir dərman uşağa verməyə hazırlaşırıqsa, demək ki, bizim başqa çıxış yolumuz yoxdur. Yəni, bütün çıxış yolları tükənəndə biz ancaq dərmana keçə bilərik və əgər bu dərmanın əks göstərişi uşağa ziyan verməyəcəksə və yaxud da yoxdursa. О том, что Исефа сказала. Ага. Исеф сказал, как бы, общепринятый термин, что есть побочные эффекты. Aha, ümumi belə bildiyimiz məsələdən danışır Yosifə xanım ki, yəni dərmanların əks göstərişi var. Это значит, что эти препараты наносят вред. Aha, məsələ burasındadır ki, bəzi dərmanlar var ki, o dərmanlar ziyan verir, uşağa ziyan verir birbaşa. Это просто так обозначается. Ага. Когда побочные эффекты имеется в виду, какой вред может принести Yəni, əks тот göstərişi или o иной deməkdir ki, препарат. açıqlaması ki, В yəni bu инструкции всегда написано, как bəli, побочные dərmanların эффекты такие. instruksiyasında, bütün təlimatında bu haqda yazılır. Bu dərmanın əks göstərişi ola bilər. Ona görə yazırlar ki, həkiminizlə mütləq əlaqə saxlayıb istifadə edin. Да, и надо понимать, что когда вот медики пишут побочные эффекты, это значит побочные негативные эффекты. То есть какой вред это может нанести. Deməli, o təlimatda bax, oxuyursunuzsa, həkimlə məsləhətləşirsinizsə, əgər orada o əks göstəriş yazılıbsa, demək ki, onun hansısa bir ziyanlı tərəfləri var. Mənfi tərəfi mütləq şəkildə olur. Bu ola bilər ki, məsəl üçün, siz mədənizin sağalması üçün dərman atacaqsınız, amma o mədənizin sağalması üçün dərman sizin mədənizə kömək edəcək, amma böyrəyinizə, qaraciyərinizə, dalağınıza mənfi təsirini göstərəcək. Yəni, mənfi təsir bu deməkdir. Да, и побочные, и что важно еще, побочные эффекты могут быть кратковременными, то есть перестал давать препарат, вред прекратился. А могут быть долговременными, что они могут там другие органы системы там повредить, например, гормональные системы там, и так далее. И это уже с отменой препарата оно не уйдет, к сожалению. Bu dərmanların əks göstərişləri ola bilər ki, qısa müddətli olsun. Dərmanı məsəl üçün içdik, 2 həftə içdik, bu əks göstərişini bizə verdi. Məsəl üçün allergiya baş qaldırdı bizdə, nə bilim, səpdik, qızardıq, belə bir şeylər, hallar baş verdi, başımız ağrıdı, ürəyimiz bulandı. Amma dərmanın deməli istifadəsini dayandırandan sonra o əlamətlər dayandısa vəssalam. Demək ki, əks göstəriş artıq bədəninizə getmir. Amma elə Вопрос о побочных эффектах. Когда ребенку дают в качестве успокоительного какие-то нейролептики, препарат так и называется, то это часто приводит к тому, что у них нарушается гормональный, эндокринный... Каким образом дают ребенку? Нейролептики называется. Класс препаратов, которые... Nevroloji dərmanlar. Которые вот именно тоже для успокоения. Deməli, uşaqların sakitləşməsi üçün nevroloji preparatlar ki, uşaqlara verilir. Ну, да, вот чтобы, например, ребенок спокойно спал. И эти препараты, они нарушают гормональный баланс организма. И ребенок, вот ребенок стал очень много кушать, он сильно потолстел и так далее. Это вот те, кто использует эти препараты, родители все это знают. Это вот то, что побочный эффект называется. Надо прекращать тогда? Вопрос был в том, а надо ли начинать, если можно по-другому как-то это. И сколько можно давать? Иногда родители, мы это видели часто, дают ребенку гораздо большую дозу, чем можно. Чтобы он спокойно был, чтобы он не мешал и так далее. Во-первых, нужно понять, почему именно ребенок не спит. Uşaq yatmırsa, səbəbini öyrənmək lazım. Uşaq niyə yatmır? Вот я пример приведу совсем не маленького уже ребенка, который много-много лет не спал.
Так вот, Это причина... было у вас, да? Это было у нас, да. Так вот, bir uşaq var idi mərkəzdə deyir, uzun illər əvvəl deyir, uşaq heç cürə yatmırdı. Так вот, причина оказалась в том, что у этого ребенка, большого уже, была просто непереносимость молочных продуктов. Aha, bu uşaq sonradan deyir, aydınlaşdırdı ki, bu uşaqda deməli süd məhsullarına, ağartı məhsullara qarşı bədənində belə deyək də həssaslıq var imiş, bir reaksiyası varmış. В тот момент, когда их просто убрали из его рациона, он вдруг начал отлично спать. O.